Salam, hər vaxtınız xeyir olsun əziz həmkarlar. Həmkarlarımızdan biri müraciət edir ki, müəllim, bəs hər dəfə əllə bu koordinatları ekrana yazdırmaq bir xeyli zaman aparır. Bunun bir yolu yoxdurmu ki, həmin koordinatlar avtomatik yazılsın və həmin koordinatları da biz özümüzün rəqəmsal ölçü avadanlıqlarımıza daxil eləyib layihənin yerə köçürülməsini həyata keçirə bilək. Yəni bilirsiniz ki, indi elm və texnologiyanın inkişafı bizə imkan verir ki, bütün rəqəmsal informasiyaları, layihə barəsində olan bütün rəqəmsal məlumatları biz ölçü avadanlıqlarına daxil edək və layihələrin yerə köçürülməsini həm sürətləndirək, həm də dəqiqləşdirək. Bu işimiz asanlaşsın. Təbii ki, bu yolda mümkündür. Bir seçenek olaraq, bir yol olaraq sizinlə bölüşmək istəyirəm. O halda biz nə edirik? AutoCAD Civil 3D-də Feature Line deyə bir imkan var bizdə. Xarakter xətt deyək buna. Feature Line, Grid Feature Line from Object desək, yəni çəkilmiş hazır obyektlərdən xarakterli xətt yarat bölməsini seçsək, burada artıq bizdə yolun oxu, yolun sağ və sol bordurlarının çoxlu doğru deyirlər türkçə, İngiliscə polyline. Artıq bu xətlər var. Biz bu xətlərdən xarakter xətt düzəldə bilərik. Sağ düymə vurub Enter yazsaq, bizdən bir yeni feature line yaratmağımızı istəyir. Biz də bunun yenisini yaradaq, adını da qoyaq, yol bordur deyək. Yol bordur deyək. Yol bordur. Artıq bizim xarakter xəttimiz yarandı. Xarakter xəttimiz yarandığının bilmək, əmin olmaq üçün xarakter xəttin üstünə biz klik eləyəndə, sol klik eləyəndə, sol düyməni sıxanda bizdə lentdə həmin xarakter xəttlə bağlı panel meydana gələcək. Məsələn, biz bunu seçsək, gördünüzmü? Bax, bu hissədə artıq xarakter xəttlə bağlı, feature line ilə bağlı, bax, burada göstərir, feature line ilə bağlı bütün əməliyyatları apara bilməyimiz üçün imkanlar bizə təklif olunur. Deməli, artıq xarakter xəttimiz yaranıb. İndi bizim həmkarımızın göndərdiyində, deyir ki, oxun başlanğıc, deməli, yolun oxunun başlanğıc və sonun yüksəklik məlumatları var. Yəni 305-73 bu yüksəklik məlumatıdır. Sonunda, başlanğıcında da 303-162. Biz sağ düyməni vurmaqla Elevation Editor desək, yəni yüksəkliyin edit eləmək, yəni dəyişiklik aparmaq. Baxın, burada bizdə həmin bu xəttin, xarakterik xəttin başlanğıc və sonunda eyni səviyyə göstərir. 303-162 başlanğıcında və sonunda da və mən bu başlanğıcının səviyyəsini 303-162 dəyişmirəm. Bizə lazımdır dəyişilsin sonunun yüksəkliyi. Sonunun da yüksəkliyini biz görmək üçün haranı seçiriksə həmin yerin üstündə bir üçbucaq yaranır. İndi mən sizə burada göstərdim. Baxın, üçbucaq yaranır. Burada bizim səviyyəmiz 305-730-dur. Seçib 305-730 təsdiq eləyirik. Artıq bizim xarakterik xəttimizi avtomatik olaraq interpolyasiya elədi və özü mailliyi hesabladı. Əmin olmaq üçün üstünə vurub sağ klik eləsək, Elevation Editor, yəni yüksəkliyin dəyişilməsini görsək, gördük ki, artıq bu 200 metr məsafədə 1.28 mailliyi artıq hesabladı. Biz bu seçilmiş xarakterik xəttin təbii ki, yerə köçürəndə 10 metrdən, 20 metrdən bir paylama eləyirik. Rusca buna razbivka deyirlər, İngiliscədə application deyirlər. Gəlin biz bu xətti 10 metrlik hissələrə bölək. Xətti seçəndən sonra burada insert PI, yəni üstündə nöqtə əlavə elə. Aşağıda bizə seçenek verir. Seçenəklərdən biri increment, yəni məsafə olaraq biz deyək ki, yaxşı 10 metrdən bir bizə yolu bölsün. Artıq gördünüzmü, avtomatik olaraq 10 metrələrə
bu 200 metrəni 10 metrələrə böldü, bizə nöqtələri yaratdı. Artıq o nöqtələrimiz yaranıb. Və o nöqtələrin üstündə də interpolyasiyanı artıq, baxın, burada biz görə bilirik ki, 304.06, 304.18, 304.31, 304.44 və s. Deməli, bütün xətti interpolyasiya eləyib yüksəkliklərini də yerinə yazıb. Amma bizə bu kifayət eləmir. Bizə lazımdır ki, bu xəttin üstündə olan nöqtələri eyni zamanda bardurlara da versin və bardurlarda da nöqtələr yaratsın. Avtomatik biz onu gedib yerinə köçürə bilək. Bunun üçün biz yenə də xarakteri xətti seçirik. Baxın, burada Edit Elevation bölməsində belə bir bölmə var. İndi ingiliscə yəqin ki, bilənlər bunun nə olduğunu bilirlər. Referans götürməklə, bir xətti referans götürməklə digər xəttə məlumatların ötürülməsi, belə deyək. Bunu seçdik. Bax, burada birinci ilk növbədə bizdən nəyi soruşur? İlk növbədə soruşur ki, dəyişiləcək xətti seç, dəyişiləcək obyekti seç. Biz bu obyekti dəyişəcəyik. Baxın, aşağıda bizdə mailliyin, enə mailliyin nə qədər olacağını soruşur. Təbii ki, biz burada 2 balıq beli deyirlər. Oxdan 2% maillik verəcəyik. Təsdiq edirik mailliyi. Hansı xəttə görə, hansı yüksəkliklərə görə referans olan, baz olan xətti seçirik. Baz olan xətti seçəndən sonra təsdiq edirik. Artıq indi bizdə burada, baxın, burada oxda yüksəklik 304.31 idi. 304.19. İndi baxaq, gəlin dimensionla, yəni ölçüləndirmə ilə biz arasındakı məsafəni ölçək. Bu nöqtədən bu nöqtəyə. 6 metr. 6 metrdə yüksəklik fərqi bizdə 12 santimetr olmalıdır. Görək elədirmi? Bəli. 304.31, 31-dən də 12 santimetr çıxanda 304.19. Deməli, doğru olaraq məlumatları qarşı tərəfə ötürdü. Eyni prosesi sağ tərəfdəki xətt içində eləyək. Bunu götürək. Məlumatları, dəyişəcəyimiz obyekt buradadır. 2% ilə də bu xətti baza götürməklə təsdiq edək. Artıq bu xəttin üzərində də o nöqtələri yaratdı. Baxın, burada yüksəklik 304.18, yüksəklik 304.06. Deməli, 12 sant da burada endirdi. Bu nöqtələri yaratdı. Bu nöqtələri yaradandan sonra biz bu nöqtələri görmürük. Avtomatik olaraq istəyirik ki, onların koordinatları da ekranda görünsün və biz də onları alətə köçürə bilmək üçün buradan eksport edək. Onun üçün nə edirik? Deməli, Toolspace bölməsindən Point, Grid, yəni nöqtə yaratmağa gəlirik. Nöqtə yaratmaq ilk olaraq nöqtələrin adları. Baxın, burada nöqtələrin adları necə adlansın? Məsələn, biz deyirik ki, N olaraq, nöqtənin adı N olaraq adlansın. 1, 2, 3 sıra ardıcıllığı başlansın neçədən? Tutaq ki, başlansın 10-dan. Say olaraq 10-dan başlasın və nöqtə yaradılmasının əməliyyatını biz yüksəklikləri, nöqtə adlarını avtomatik yaratsın. Biz hansı xətlərdən nöqtə yaradılmasını göstəririk, obyektləri seçirik, sağ düymə. Artıq avtomatik olaraq bu nöqtələr yarandı və burada da nöqtələrin yüksəklikləri göründü. Bizə lazımdır ki, bunların koordinatları görünsün. Point qrupdan biz properties deyirlər. Orada məsələn seçə bilərik ki, nöqtələrin kuzey və doğu, şimal və şərq koordinatları görünsün. Əgər görsəz ki, burada tekstin yüksəkliyi böyükdür, bir-birinə qarışdı, görsəllik getdi, çətin bir şey deyil. Ekranda görünürlüyü biz miqyası ekranda dəyişməklə normallaşdıra bilirik və istəsək də ki, bu nöqtələri eksport edək avadanlığa yükləmək üçün burada export point desək, nöqtənin formatını, hansı formatda eksport olunacaq, hara eksport olunacaq, tutaq ki,
iş masasında biz yazaq ki yol koordinatları və bordur. CSV kimi biz iş masasına həmin nəyi artıq ötürdük. Və burada iş masasında da N-lə adlandırılmış, sıra sayı 10-dan başlamış nöqtənin X, Y və Z koordinatları var ki, biz də bunu istədiyimiz vaxtı, istədiyimiz avadanlığa yükləyə bilirik. Bu da düşünürəm ki, həmkarlarımıza hardasa yardımcı olar. Əgər verilən məlumatlar kifayət eləmirsə və yaxud da təkcə ox məlumatları verilirsə, həmkarlarımız düşünürəm ki, bundan yararlana bilərlər.